Herkese selamlar. Hoş gördük avtomobil həvəskarları. Bugün belə bir dənə video çəkmək istədim. Maarifləndirici, yüngülvari bir video. Deməli, bizdə nədir söhbət? Demək, o birisi videolarına baxanlar bilir. Mən Megane motorunu yığdım. Çoxdan idi ki, video çəkmirdim. Sadəcə başıma bir iş gəldi. Arxa sandıqdan yağ atmağa başladı. Azərbaycanca yağ kipkazı deyirlər də. Nəysə, elə oldu ki, bir də təzədən qarabqanın sökəsi oldu, qranat falan, onlar söküldü, təzədən sandık dəyişildi. Sözüm nəyə gətirim? Deməli, mən aldığım arxa sandık, deməli buydu. Necə almışdım? Açığı deyim, bu RAM komplektinin üstündə gəlmişdi. Burada da bir dənə kod yazılıbdı. Budur. Bunun kodu budur. 80-109. Belə bir şeydir. Başqa yəni nə firma adı, nə heç bir şey başqasına yazılmamışdı. Deməli nədir söhbət? Açıq demir, səhələnkarlığımız batma oldu. Yəni bilə-bilə, yəni o göz-göyə o sandıqı qoydum. Sonradakı əziyyətini özüm çəkdim. Baxın, bu sandıqı görürsünüz. Gözüm ümumiyyətcə bu sandık belə eləyəndə arxaya qayıtmalıdır, bu qayıtmır. Birinci, yəni bu sandıqın defekti budur. Ondan da əlavə, yəni bu sandıqa baxanda bilinir ki, bunlar yəni defekt, keyfiyyətsiz sandıqdır. Bunu heç qoyduq buraya. Bu öz üstündən çıxan idi. Məndən qabaq bir motor yığılmışdı, nəsə arxa sandık dəyişilmişdi, nəsə söhbət olmuşdu maşında. Alanda tövsiyəm odur ki, Megane'larda ümumiyyətcə. Burada Renault yazısı olan alın. Yox, bundan da məsləhətlisini deyərdim sizə. Ümumiyyətcə, nə sandıqları olsun, çalışın. Burasında purjunu olan deyirik də, arxası purjunu olanlardan alın. Tövsiyəm odur sizə. Yəni, çünki niyə? Mərciş yəni val, məsələn, yəni bütün detallarda qızma prosesi gedir. Nəticə olaraq qızanda bu da qızır. Qızdıqca bu genişlənir. Amma burada purjunu olanda, o nə qədər qızsa da o purjun imkan vermir ki, bunun ağzının açılmağına da belə deyək. Ona görə də ki, yəni bir tövsiyəm o idi ki, alanda arxa sandıqın yaxşısını alın. Çünki sonra onun problemini siz çəkirsiniz. Ən əsas da motorist. Yəni yox, hara getsən, yəni o sonradan dəyişdirməyə, yəni insafından 150 manata başa gələcək. İndi ona ucuz eləyənlər də olar, yoxsa yox, yalancı olaram. Ona görə də mütləq və mütləq arxa sandıqın çalışın keyfiyyətli firmadan istifadə edin. Ən məsləhətim də odur ki, maşın bazarında o sandık satan dükanlar var. Oradan 10 manatdır. Yəni bunun 10 manat almışdım. Burası purjunu olanları məsləhət görürüm. Bu qədər. Sağ olun, özdən müğayət olun. İnşallah növbəti videolarda görüşərik.